Hə, uşaqlar, çox sağ olun. Sizə çox böyük təşəkkür edirəm. Hamınız belə bir əziz gündə, belə bir əziz bayramda gəlib Gülzar nənəni yad edədiniz. Gülzar nənə çox sevindik. Hər birimizin borcudur. Şəhid evlərinə gələk, şəhid ailələrini sevindirək, şəhid muzeylərini ziyarət eləyək. Mən buradan hamıya səslənirəm ki, belə bir gündə mütləq ki, şəhid anların yanında olmaq lazımdır. Yəni, onların bayramını təbrik eləmək, onların könlünü xoş eləmək. Belə olanda şəhidlərimizin ruhu şad olur. Şəhidlər ölməz, Vətən ölməz. Şəhidlər ölməz, Vətən ölməz. Şəhidlər ölməz, Vətən ölməz. Qarabağ, Azərbaycan. Qarabağ, Azərbaycandır. Qarabağ. Azərbaycandır. Ay sağ olun. Demək bu şəhidlərimiz Qarabağında şəhid olublar, amma indi onlar ruhları çox rahatdır. Çox rahatdır ki, torpaqlarımız alındı. Sizə də uzun ömür, can sağlığı arzulayıram. Gülzar nənə, Gülzar uşaqların nənəsinin dilinə deyir, uşaqların dilinə deyir. O gün olsun, bu evə toya gələk. İnşallah. İnşallah Allah bir balaza toy qismət eləsin. O gün olsun, gələk toyda iştirak eləyək. Sonra sizin də gözəl nəvələriniz olsun. Belə hər dəfə sizi sevindirsinlər. Çox sağ olun uşaqlar, sizə bir də təşəkkür edirəm. Təşəkkür edirəm gəldiyiniz üçün hamımızdan Allah köməyimiz. Borcumuzdur. Allah sizləri var eləsin. Hər birimizin borcudur, bəli. Sizlə bizim şəhidlər heç vaxt unudulmaz. Heç vaxt.